Salam değerli izləyicilər. Yəqin ki, bax bu foto yadınızdadır. Bakıda Rüzgar adlı, daha doğrusu Rüzgar ləqəbli bir cinsi azlıq nümayəndəsini öz əmisi qətlə yetirmişdi. Və həmin bu Rüzgarın anası öz qaynını bağışlayıb, yəni oğlunu öldürmüşdü və qadın qaynını bağışlayıb və təfərrüatı diqqətinizə çatdırıram. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə paytaxtda qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Lentazın məlumatına görə məhkəmə zərərçəkənin hüquqi varisinin ifadəsi ilə davam edib. Zərərçəkənin hüquqi varisi olan anası təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib. Yasin Mingəçevir Universitetində qiyabi təhsil alırdı. Yəni bu Rüzgarın əsl adı Yasindir. Tətil üçün evə gələcəkdi, amma gəlib çıxmadı. Mən yol pulu göndərdim ona. Mənə dedi ki, Şamaxıya gəlirəm, əşyalarımı qablaşdırmışam. Sonra onun Instagramdakı paylaşımından məlum oldu ki, o Türkiyəyə gedib. Ağlaya-ağlaya qaynlarıma zəng elədim ki, Yasin evə gəlmədi. Onlar da onun ardınca Türkiyəyə getdi. Mənə dedilər ki, Yasin gəlmək istəmədi. Hadisənin necə baş verdiyini görməmişəm. Oğlumun ölümündən hadisənin səhəri gün xəbər tutdum. Qaynımdan şikayətçi deyiləm, onu bağışlamışam. Məhkəmə qadının ilkin istintaq zamanı verdiyi ifadəni də elan edib. Yasin cinsi azlıq nümayəndəsi idi. Bunu anası deyir. Onun bu hərəkətləri ailəmizdə ona qarşı nifrət yaratmışdı. Babək müharibə iştirakçısı idi, yəni qaynı, yəni öldürən əmi. O, qardaşı oğlunun cinsi azlıq olduğunu qəbul edə bilməzdi. Növbəti proses 4 mart saat 17:30-a təyin olunub.